Salamünaleyküm. Hər kəsi salamlayıram. Musiqiçiləri, musiqi sevənləri. Mən Əliyev Emil. 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. İlk nağara təhsilimi 1993-cü ildə Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli musiqi məktəbində almışam. İlk müəllimim Adil müəllim olub, buradan salamlayıram onu. Allah can sağlığı versin. İlk təhsilimi Adil müəllimdən almışam. Ritimləri, notları, təhsili Adil müəllimə öyrədib mənə. Orada təhsilimi davam etdirə-etdirə Sumqayıtımızın, yəni Azərbaycanımızın fəxri olan, Allah rəhmət eləsin qəni-qəni, Hafiz müəllim olub, Hafiz müəllimin yanında hazırlaşmışam. 1998-ci ildə Fikrət Əmirov adına 5 nömrəli musiqi məktəbini bitirib, 1998-ci ildə o vaxtı bu indi hal-hazırda da çalışdığım kollecin adı Sultan Hacıbəyev adına musiqi texnikumu idi. Bura yüksək balla qəbul olmuşam. Burada isə Allah rəhmət eləsin, Səlim Quliyev olub mənim müəllimim, nağara müəllimim. 2000-ci ildə öz istəyimlə hərbi xidmətə getmişəm, yəni könüllü olaraq. 2002-ci ildə oranı bitirib, təzədən təhsilimi davam etdirməyə qayıtmışam. Qayıdandan sonra Allah ona da qəni-qəni rəhmət eləsin. Rafiq Balabekov olub müəllimim. 2004-də isə İncəsənət Universitetinə qəbul olmuşam. Orada Xanlar müəllim olub müəllimim. 4 il orada təhsil almışam. 5 ildir ki, Milli Konservatoriyanın nəzdində, Sumqayıt Musiqi Kollecində pedaqoji fəaliyyətimi davam etdirirəm. Yəni sonsuz Allaha təşəkkür edirəm ki, Azərbaycan musiqiçilərinin, nağara ifaçılarının adları çəkiləndə mən də o siyahidəyəm. Mən hər kəsə tövsiyə eləyərdim ki, bu nağara sənətini mükəmməl öyrənsin. Bu nağara sənəti çox çətin bir sənətdir. Bu lav alətdir, bunu danışdırmaq lazımdır. Yəni əllər təmiz olmalıdır. Yəni alt əl, qıraq əl düzgün olmalıdır. Qıraq əl vuranda, yəni mən baxıram cavanlara, çoxları yəni bura ilə vururlar, əllərini məhv edirlər. Yəni qıraq əl əsasən düşməlidir bu ətli yerə. Yəni həm onda belə deyək, udarın keyfiyyəti də güclü olur, həm səslənməsi də güclü olur. Bu aləti gərək sevəsən. Bu aləti sevməsən, yəni bunu sən ifa eləyə bilmərsən. Yəni bunu gərək mükəmməl öyrənəsən ki, belə bir şey deyim, bu alət 3-cü sırada gəlir. Birinci, misal üçün, qabaqda xanəndə olur, sonra musiqiçilər olur, qarmon, klarnet belə deyək, sonra arxa plana gəlir ritm aləti. Yəni zaten publika birinci müğənnini görür. Müğənnidən sonra instrumentalçilərdir. Yəni qarmon olsun, klarnet olsun, saz olsun, skripka olsun. Adi misal üçün bir rəqsi əzbərləyib çala bilərlər, publika ona baxa bilər. Amma nağara aləti elə bir alətdir ki, sən gərək elə bir ifa eləməlisən ki, sən 3-cü plandan gəlməlisən 1-ci plana, sən publikanı təəccübləndirməlisən ki, onlar sənə baxsınlar ki, hə, yəni arxadan bir dənə nəsə belə bir abyomlu bir şey gəlir ki, insanlar bunu hiss eləməlidirlər. Mən valideynlərə müraciət etmək istəyirəm. İlk növbədə övladlarınızı musiqi məktəbində təhsil almağa qoyarkən, yəni nağara sənətini nağaradır da belə vuracaq, salacaq, elə deyil. Nağara sənəti ən çətin bir sənətdir. Yəni sənin forşlaqların olmalıdır, çıtmaların olmalıdır, sənin alt əl, üst əl, qıraq əl, kiçik qıraq əl. Bunlar hamısı səslənməlidir. Yenə dediyim kimi, bu lav alətdir, bunu əlin səsi ilə danışdırmaq lazımdır. Yəni bunun belə deyək, pianino notu kimi notu yoxdur ki, do, re, mi, fa, sol, la, si çalasan ki, bilinsin. Yəni bunun notu sənin əlinin içindədir. Yəni sən bunu düzgün zərbələr vurmalısan ki, bu səslənsin. Yəni nağaradan qıraq əlin, alt əlin səsi düzgün şəkildə çıxsın. Və çox xahiş eləyərdim ki, necə ki, hər kəs övladlarını orta məktəbdə oxuyarkən bir hazırlığa qoyur. Yəni müəllimi də qınamaq olmaz. 45 dəqiqə dərs keçir məktəbdə, 45 dəqiqəyə maksimum bir ritim öyrədə bilər müəllim tələbəyə, çünki bu sıfırdan başlayır və yaxud da bir dənə texnika göstərə bilər. Amma mükəmməl istəyirsinizsə övladlarınız bu sənətə peşələnsin, bu sənətdə ad çıxartsın, özünün öz dəsti xətti olsun, mütləq şəkildədir ki, siz hansısa bir müəllimin yanına qoyasınız, hazırlığa geçsin. Və çox xahiş edirəm musiqi məktəbində işləyən müəllimlərdən, kollegalardan. Düzdür, çətindir, uşaq gəlir, heç nə bilmir, öyrətmək lazımdır. Onları düzgün öyrədəsiniz, onların dərsi düzgün şəkildə verəsiniz. Yəni sahada baxıb sahası keçirməyək. Yəni biz burada, yəni mən Sumqayıt Musiqi Kollecində biz işlədiyimiz müəllimlər şəxsən əziyyət çəkirik. Yəni tələbələr gəlirlər, biz burada onlara başlayırıq. Bura hazır
material gəlməlidir. Biz onu puxtələşdirməliyik, hazırlayıb və onları daha irəli səviyyəyə göndərməliyik. Biz burada bilmirik notu öyrədək, bilmirik təzədən ritmləri öyrədək. Elə bil ki, uşaq sıfırdan gəlir bura. Təzədən elə ki, biz bunlara başlayırıq not öyrətməyə, çalğı öyrətməyə. Proqram qalır qıraqda. Biz hər ay kolloquium verirlər uşaqlar. Yəni proqram qalır qıraqda, biz bilmirik proqramın dərsini keçək, biz bilmirik bu uşağı təzədən sıfırdan hazırlayaq. Yəni çox çətindir, çox xahiş edirəm nağara müəllimlərdən, Allah əziyyətinizi yerdə qoymasın, əziyyətiniz böyüdür. Amma çox xahiş edirəm müəllimlərdən ki, uşaqları sıfırdan sizə təhvil verilir. Siz necə göstərəcəksinizsə, o uşaq elə öyrənəcək. Yəni çalışın ki, o uşaqları düzgün şəkildə yönəldəsiniz. Yəni ilk belə deyək, sıfırı sizsiz. Ondan sonra bizə gəlir çıxır. Yəni biz ondan sonrasını düzəldək ki, bu yuxarılara qalxsın. Yoxsa bu yerində addımlayır. Əvvəllər muğam sinifi yox idi bizdə, ancaq ixtisas idi. Yəni sağ olsunlar, muğam sinifi açdılar, yəni müşahid. İndi mən burada hal-hazırda həm ixtisasdan dərs deyirəm, həm muğam şöbəsindən. Təbii ki, müşahidçilərlə ya kamançadır, kanondur, balabandır. Yəni muğam dərsləri keçirik. Yəni misal üçün birinci kurs başlayır Azərbaycan xalq ritmləri, misal üçün yallı. Sonra muğam başlayır Mahurinci muğamla. Yəni bir də tövsiyəm odur bütün tələbələrə. Muğamı bilməlisiniz. Estrada janrında olan musiqini bilməlisiniz. Xarici musiqiləri bilməlisiniz. Yəni musiqiçi, savadlı musiqiçi nəyə deyilir? Sizə bir belə açıqlama verim. Savadlı musiqiçi həm öz solasını peşəkar bilməlidir, həm muğamı bilməlidir, həm musiqinin sözlərini bilməlidir. Yəni robot kimi çalmaq lazım deyil. Yəni insan, Allah bizə nə üçün ürək verib ki, deyir ki, bu insan ürəklidir. Yəni bu sənin musiqinin sözlərini bilməsən, həm robot kimi çalacaqsan, ritm blok kimi deyək də, sintezatorun ritmi kimi. Amma musiqinin sözünü bilsən, sən həmən sözə akcent verəcəksən, həmən sözə bir şirinliyi qatacaqsan, bu sənin savadlı musiqiçi olduğunu göstərir. Olsun muğam, hansısa bir xanəndə gəlir, misal üçün el şənliyinə və götürür mikrofonu, demir ki, nə oxuyacaq. Bu oxuyanda, misal üçün, Mahurincidir, Bayat Kürdür. Yəni də olsun da, bütün də rahab olsun. Yəni nəsə oxuyan kimi birbaşa sən ona esi verib çalmalısan. Yəni gözləməli deyilsən. Ona görə sən bu muğamların dəvamətlərini, şöbələrini, rənglərini, təsnifləri bilməlisən. Bunu bilməsən, sən heç vaxtı həmişə qorxaq musiqiçi olacaqsan. Yəni qorxacaqsan ki, görəsən nə oxuyacaq, mən bunu biləcəm, yoxsa bilməyəcəm. Yəni bunları bilmək lazımdır. Tək nağara ilə də yekunlaşmır. Yəni mən tövsiyə eləyərdim tələbələrə ki, yəni bongi ifa eləyə bilsinlər. Yəni tamına da ifa eləyə bilməsələr, yəni xarici estrada musiqisindən musiqiləri bilməlidir və rüsunkaların bilməlidir ki, hansı rüsunkanı çalmalıyıq. Kajon da ifa eləməlidir. Misal üçün, zərb ailəsində də hamısı mükəmməl ifa eləməyə bilər. Eləyə bilsə nə xoş ona. Eləyə bilməsə də biraz onlardan öyrənsə göstərir ki, bu savadlıdır. Və bir də şey deyim ki sizə, nəzəriyyəni bilməlisiniz. Hamı indi tələbələr nəzəriyyədən qaçırlar, oxumurlar. Nəzəriyyə sizə nəyə lazım olacaq gələcəkdə? Yəni interval bilməlisiniz, liqa bilməlisiniz, fanar bilməlisiniz. Yəni not savadınız olmalı ki, sabahları hansısa bir orkestrdə çalanda sizə çətin olmasın. Yəni notu üzdən oxumağınız olsun ki, not qabağınıza qoyan ki, partiyavızı çala biləsiniz. Və gələcəkdə bu sizə nəzəriyyə nəyə kömək eləyəcək? Hansısa bir məclisdə olacaqsınız. Çünki bunu mən yaşamışam, mənim başıma gəlib. Ona görə də mən sizə tövsiyə edirəm ki, nəzəriyyəni oxuyasınız. Hansısa bir məclis olub ki, oturmuşuq, böyük musiqiçilər olub. Nəzəriyyədən danışıblar, dominant septakorddan danışıblar, tersiyadan danışıblar, gammadan danışıblar. Yəni musiqiçilər var ki, oturublar, danışa bilməyiblər. Çünki oxumayıblar. Amma mən misal üçün hansısa suala cavab vermişəm, öz fikrimi bildirmişəm. Orada da deyib ki, biz nağara çalan hara, nəzəriyyə oxumaq hara. Yəni ona görə bu nəzəriyyə sizə hər yerdə lazım olacaq. İstər danışıqda, istər çalğıda, istər qeyri bir iş başında olanda, orkestrda, hər bir şeydə. Yəni musiqiçi istər nağara çalan olsun, istər qarmon çalan, istər klarnet çalan
Yəni musiqiçidən gelirsə söhbət, musiqiçi hər tərəfli musiqiçi olmalıdır. Hər şeydən xəbəri olmalıdır. Yəni bir tərəfli musiqiçi olmaq mənim fikrimcə bu düzgün bir şey deyil. Yəni musiqiçi hər tərəfli olmalıdır, hər şeydən xəbəri olmalıdır, hardan deyildi, oradan cavab verməyə bacarmalıdır. Bu musiqiçinin belə deyək, müsbətidir ki, mənfisi deyil. Mən başda təşəkkür eləmək istəyirəm bizim nağaranı dünyaya tanıtdıran, nağaranı xalqımıza sevdirən. Yəni nağara, yəni belə deyək də, nağara sənəti ölmüşdü. Nağaranı yəni təzədən dirçəldən ömür verən Azərbaycan Respublikasının xalq artisti Natiq müəllimə, Natiq Şirinova təşəkkür edirəm. Allah can sağlığı versin. Əziyyəti danılmazdır. Kamran müəllimə Allah can sağlığı versin. Kamran Kərimov həmçinin yəni muğamda və yaxud belə solo kimi dünyaya tanıtdırıb nağaramızı. Allah can sağlığı versin. Allah can sağlığı versin Qulam əmiyə. Şəkili Elşad var. Allah canlarını sağ etsin. Fuad Mehdiyev var. Allah can sağlığı versin. Allah ölənlərimizə də qəni-qəni rəhmət eləsin. Onların da əvəzsiz böyük rolları olub bu sənətdə. Elə başlamaq istəyirəm ilk öncə öz müəllimimdən, Hafiz müəllim, Səlim Qulamov, Rafiq Balabekov, Çingiz Mehdiyev, Böyük ağa müəllim, Allah Gülağa müəllim Buzovludan, Zöhrab müəllim, Allah rəhmət eləsin. Yəni əvəzsiz əziyyətlər olub bu sənətdə. Biz də onlardan baxıb, yəni öyrənmişik, bu sənətə yiyələnmişik. Allah qalanlara can sağlığı versin, dünyasını dəyişənlərə qəni-qəni rəhmət eləsin. Böyüklərdən üzr istəyirəm, yəni biz də yəni bu sənətə rahatçılıqla gəlməmişik. Yəni mənim dövrümdə o vaxt nə internet var idi, nə kompüter var idi. Yəni biz gedərdik toylara, palatkalara qulaq asardıq. Nə öyrənə bilərdiksə, nə əzbərləyə bilərdiksə əzbərləyib ya evdə onları məşq eləyərdik. Yəni mən yadıma gəlir ki, biz gedirdik, onda video prokatlar verirdilər. Gedirdik, kaseti alırdıq prokata, gəlirdik evdə onu magnitofona, kaset variantı olan magnitofona köçürürdük və başlayırdıq onu əzbərləməyə. Adi misal üçün mən hazırlığa gedəndə müəllimlərimin yanına, istəyir Hafiz müəllim, istəyir Balabekov müəllim. Yəni o vaxt diktafon da yox idi belə yazaq. Yəni öyrədirdilər, biz o texnikanı məcbur idik ki, şeir kimi onu əzbərləyək, yadımızda qalsın. Və onu belə biz yəni addım. İndi şükür Allah, kompüter dövrüdür, hər şey var, YouTube doludur, sənətkarların ifaları ilə tempi azaldıb, onun elədiyi texnikanı götürə də bilərsiniz. Yəni hər şey var da bu dəqiqə şükür Allah. Bir dənə qalır sizin öhdəliyinizə düşmək, məşq eləmək və öyrənmək, ifa eləmək. İndi çox asandır. Yəni bizim dövrdə bunları eləmək üçün və o səviyyədən gəlib bu səviyyəyə çıxmaq üçün yəni 30 il ömür vermişəm yəni bu sənətdə. Yenə çox böyüklərdən üzr istəyirəm. Yəni belə yekə danışmaq olmasın. Bir də yəni gənclərə arzulayıram ki, əgər nəyisə öyrənirsinizsə düz öyrənin. Yəni bu sizin gələcəkdə sizin üçün əziyyət verəcək. Qolla ifa eləməyin. Yəni ifa elədiyiniz zaman, texnika elədiyiniz zaman nəfəs dayanmamalıdır, nəfəs gedib gəlməlidir. Nəfəsi saxlayanda özünüz bir yoxlayın, ifa eləyəndə. Nəfəsi saxlayanda yorulursan texnikanı eləyib qutarandan sonra. Amma nəfəs daimi işləyəndə sən yorulmursan və biləklə ifa eləyin. Gücü verin biləyə. Elə bir texnikalar var ki, bura qol gücü tələb olunur. Təbii ki, burada qol başlayır işə düşməyə. Amma elə texnikalar var ki, çalışın onu bilək gücünə salın. Barmaqlardan istifadə eləyin. Misal üçün, mən fəxr edirəm, mənim yaxşı tələbələrim var. Hal-hazırda bir neçəsinin adını çəkmək istəyirəm. Elmir Əliyev var, Azərbaycan Respublikasının xalq artisti Ənvər Sadovun rəhbərliyi etdiyi Qaytaq ansamblında ifa eləyir. Bu müəllim üçün bir böyük bir sevincdir. Yəni ki, onun tələbəsi ən pik nöqtədədir. Orxan var, Cabir var, Turan var. Yəni tələbələrim var şükür Allah. Mən bununla fəxr edirəm ki, soruşanda ki, kimdir sənin müəllimin, deyirlər Emil Əliyevdir.
ləqəbim də Emil Sumqayski deyə verildi. Yəni mən onunla fəxr edirəm, tələbələrimlə fəxr edirəm, müəllimlərimlə fəxr edirəm. Təşəkkür edirəm ki, bu sənətdə mənə dayaq olublar. Başda daima təşəkkür edirəm. Daimin əziyyəti çox olub mənim üstümdə. Onun sayəsində mən bu sənətə yiyələnmişəm. Çəkilişdə göstərdiyi dəstəyə görə çalışdığım Sumqayıt Musiqi Kollecinin rəhbər heyətinə təşəkkürümü bildirirəm. Hüseyn bəy, mən sizə təşəkkür eləmək istəyirəm birinci növbədə. Bu kitaba görə əziyyətiniz var. Kitab çıxartmışsınız, əziyyət çəkmişsiniz, maarifləndirirsiniz, çəkirsiniz, göstərirsiniz, isti bilmirsiniz, soyuq bilmirsiniz, işıqlandırırsınız, tanımayanlara tanıdırsınız. Təşəkkür edirəm sonsuz sizə, izləyənlərə, izləməyənlərə, musiqiçilərə, hər kəsə can sağlığı arzulayıram. Bu peşəkar sənətdə, ağır sənətdə hamıya uğurlar arzulayıram. İşləriniz həmişə uğurlu olsun, canınız sağ olsun, həmişə sağlam olasınız.